Aktivistlər niyə tabloların üstünə şorba və sos atır? Bu dəli hərəkətin arxasında nə var əslində? Əvvəlcə çox vacib faktı deyim, heç bir məşhur tabloya real zərər dəyməyib. Hücum edilən bütün əsərlər qalın qoruyucu şüşənin arxasındaydı. Və sonda niyə əsərlər? Cavab səni şok eləyə bilər. Çünki bu aksiyalar xəbərlərdə iqlim mövzusundan daha çox yer tutur. Böyük aksiyalardan biri 2022-ci ildə London National Gallery-də baş verdi. Just Stop Oil adlı qruplaşma Van Goghun günə baxanlarına pomidor şorbası atdı. BBC yazırdı ki, bu görüntülərdən sonra dünya birdən-birə iqlim mövzusunu yenidən müzakirəyə çıxardı. Almaniyada Last Generation adlı aktivistlər Manenin əsərinə kartof püresi atdı. Əsl hədəf tablo deyildi. Çox vacib bir mesaj idi. İqlim bizi məhv edəndən sonra bu gözəllik kimə lazım olacaq? Ekspertlər deyir ki, ənənəvi aksiyaların illərlə göstərdiyi effekti bu performanslar saniyələr içində əldə edir. Çünki vizual şok dərhal dünya mediasına düşür. Yəni məqsəd əsəri dağıtmaq deyil, məqsəd cəmiyyəti silkələmək və bu sualı verməkdir. Sənət üçün bu qədər narahat oluruq, bəs planetimiz üçün niyə yox? Bəs səncə bu radikal üsul faydalıdır, yoxsa zərərli? Fikirlərini mütləq rəylərdə paylaş.